Hər vaxtınız xeyir olsun. Biz Əzəmin kəndindəyilik üçün gedirik Tokyaxıl şəlaləsinə. Heç bir bələdçi xidmətindən istifadə eləmirik, ancaq son texnoloji alətlərdən əvvəl gedilən marşrutlardan istifadə edib gedəcəyik. 5 nəfəri tutmuşuq yola. Biz Əzəminə qədər maşınla, oradan yuxarı da gedirik piyada. Yol hələ ki çox da yorucu deyil. Müəyyən vaxtdan sonra yolumuz ancaq çayın yatağı boyuncadır və burada əngəllər var, maneələr var. Ayaq geyimi yaxşı olmalıdır ki, suya rahat girib çıxa biləsiniz. Çay yatağı artıq suya girmədən mümkün deyil. Bizim uşaqlar keçirlər, suya girmədən keçmək istəyirlər. Kənd uşağı bilinir ya, kənd uşağı bilinir. En yaxşı səndən. Çox çətin yollardan keçmişik, çox. Amma şəlaləyə deyirlər az qalıb çatmaq üzrəyik. O yanlarda hardarsın. Son akortlardır. Artık başka bir varyant kalmır suya girməkdən başqa. Satmaq üzrəyik. Komanda da gəlir oradan. Nəhayət Tokyaxıl şəlaləsinə çatdıq. Oradadır. Yaxşıdır, gəlməyə dəyər, amma yolu çətindir. Özünüz fikirləşin.